işdə qazanmaq məsələsi biraz çətin məsələdir. Yəni Forex-də stabil qazanmaq məsələsindən gedir söhbət. Yəni bir həftə, 2 həftə, bir ay, 2 ay uğurlu olmaqdan getmir söhbət. Sabit qazancdan gedir söhbət. Yəni davamlı trader kimi bu işdən pul qazanmaq sabitlik, disiplinlik, bir də dayanıqlı bir strategiya istəyir. Yəni belə deyim də, ola bilər müəyyən bir buğa dövründə, müəyyən bir ay dövründə uğurlu bir nəticələr əldə etmək olar. Məsəl üçün qızılda, neftdə, volatilli cütlüklərdə köşəni dönmək olar. Amma bu müvəqqəti bir xarakter daşıyır. Niyə müvəqqəti xarakter daşıyır? Çünki bazarın hərəkəti trenddən sonra bir müddət trenddə hərəkət edəndən sonra xaotik bir vəziyyətə girir. Məsəl üçün trenddir. Bu trenddir. Baş verdi, alışlar, davamlı qazancda çıxırsan. Sonra gəlir xaotik bir vəziyyət. Bilmirsən trendin davamı gələcək, yoxsa dönüş baş verəcək. Adətən traderlər belə bir xaotik vəziyyətdə artıq başlayırlar itkilər eləməyə. Yəni burada bazarın qrafiklərində elə bir konfigurasiyası yoxdur ki, orada bir tək qrafiklə bir kombinasiya qurasan, məsəl üçün də 6 pilləli, 7 pilləli kombinasiya ilə bazarın bütün hərəkətlərinə cavab verəcək bir sistem yaradasın. Ona görə müəyyən bir strategiya arxalanmaq lazımdır, müəyyən bir strategiya uyğunlaşmaq lazımdır. Mən başqa söhbətləri çox vaxt ayırmaq istəmirəm, vaxtımız onsuz da qısadır. Gəlin sizə biraz sistemindən bəhs edeyim. Sistem nəyə əsaslanır? Bu iki indikator, bəziləriniz tanışdır, bəziləriniz məlumatı azdır. Bu iki indikator, ikisi də valutaların güc nisbətlərini müəyyən edir. Yəni ayrı-ayrılıqda ikisi də eyni funksiyanı yerinə yetirir. Sadəcə biri aşağıdakı indikator dinamik deyil, tez dəyişəndir. Yuxarıdakı indikator biraz hamardır. Yəni dəyişkənliklər biraz gec başlayır, ancaq ikisinə də baxmaq daha məsləhətdir. Məsəl üçün, bu hər bir xətlər bir valutanı təmsil edir. Bu indikatorlarla işləməkdən yana öncə hər valutanın hansı rəngi təmsil edildiyini, məsəl üçün, euro göy rəngi, USD qırmızı rəngi, funt mavi rəngi, Kanada dolları tünd yaşıl rəngi, çift açıq yaşıl rəngi. Yəni hər bir valutanın öz rəngi simvolizə edir. Bu xəttlər isə valutaların gücünü göstərir, hal-hazırdakı gücünü. Məsəl üçün, bu 1 saatlıq şamdır, 1 saatlıq qrafikdir. Aşağıdakı indikator moving average periodu və daxilində arasa hesablaması istifadə olunur. Məsəl üçün, burada biz veririk 90 şama görə hesablama. Yuxarıdakı indikator isə matrix hesablamasıdır. Valutaların gücünün matrix hesablanması. 34 şama görə veririk ki, daha çevik siqnallar versin. Məsəl üçün, bu xəttlər AUD-unu təmsil edir, bu isə dolları təmsil edir. Hansı valutaya çevirəndə, məsəl üçün, funt yenaya çevirəndə avtomatik həmin xəttlər daha qalın görsənir ki, vizual olaraq biləsiniz. Hal-hazırda valutanın gücü digərinə nisbəti necədir? Bu strategiyanın önəmi nədir? Bu strategiya kompleks analiz tələb edir. Yəni, biri var qızıldır, məsəl üçün, qızıldır. Qızılı nisbət ediləcək bir valuta yoxdur. Yəni, qızılla korrelyasiya eləsin, antikorrelyasiya eləsin. Tutaq ki, neftlə Kanada dolları bir-birinə korrelyasiya edir. Biri qalxanda biri düşür, biri düşəndə biri qalxır, əks korrelyasiya yaradırlar. Qızılda, məsəl üçün, neftdə bunlar nisbi elə ki, fərqləndirə biləcək bir instrument tapa bilmirsən. Ki, qızılın qarşısında hansı instrument güclüdür və yaxud zəifdir. Ancaq valutalarda isə bunu fərqləndirmək bu indikatorların vasitəsilə çox asandır. Məsəl üçün, hal-hazırda göstərir ki, Zenlandiya dolları güclüdür, Amerika dolları zəifdir.
Bu güc də baş veribdir, bax bu istiqamətdə, bu hərəkətdə. Bu hərəkət, məsəl üçün siqnalın, indikatorun bizə verdiyi bir siqnaldan yaranan hərəkətdir. NZ də burada gücləndi bu hissədə. Dollar da həmin vaxt çox zəifdir və hərəkət baş verdi yuxarı. Yəni bu indikatoru yox eləsək, biz bazarı demək olar ki, bu hissədə hiss edə bilmirik. Məsəl üçün, bazar bu qiymətdədir. Biz buradan sonra nə baş verəcəyini təxmin edə bilmirik. Amma indikatorlar bizə bazarın hərəkətini öncədən təxmin etməyə imkan verir. Mən 18 ildir bazarda davamlı gecəli gündüzlü araşdırma edəmişəm. Yəni bütün strategiyaları, bütün kombinasiyaları, bütün taktikaları demək olar ki, yoxlamışam. Elliot dalğa nəzəriyyəsi, xaos nəzəriyyəsi, nə bilim, qan nəzəriyyəsi, bunların hamısını əzbərə bilən adam kimi gəlib dayandığım nöqtə bu olubdur. Yəni nəyə görə bu olubdur? Çünki burada bazar mənə istiqaməti tam olaraq verir. Yəni burada yanılma əmsalı o qədər kiçikdir ki, tutaq ki, nümunə kimi göstərim. Tutaq, biz ancaq yenalarda işləyirik. Yenalar volatilli olduğuna görə təlimdə keçən insanlara da tövsiyə edirəm ki, yenalarla işləsin. Tutaq ki, yenalar volatilli cütlüklərdir. Tutaq ki, sonuncu dəfə bax, burada bir siqnal yaranmışdı. Yena zəifdir, uzun müddət zəifliyini qoruyur, məsəl üçün də zəifliyini qoruyur və bu güclənir. Buğa trendi yena üçün bitir. Yena üçün buğa trendi bitəndə artıq kimin qarşısında, hansı valyutanın qarşısında daha çox güclənməyə başlayacaq. Yəni o sırayiş, o valyutada daha çox biruzə verəcək. Bu gəlir Avstraliya dolları. Bu narıncı rəng Avstraliya dollarıdır. Göstərir ki, Avstraliya dollarının qarşısında birinci zəifləmə baş verəcək bu hissədə. Siqnal yaranan hissə. Buradan 1-2 biz satışlar eləmək olar. Həmin anda, məsəl üçün, bu dollardır qırmızı. USD yenaya baxsaq, görərik ki, orada hələ bir güclü bir hərəkət baş verməyib. Çünki dollar hələ də gücünü qorumaya çalışır. Bu həmin ərəfədir. Bax, bu ərəfədə dollar 40 punkt düşübdür, 50 punkt düşüb. Amma AUD yena siqnal yarandığına görə bu hissədə siqnal yaranıb 100-107 punkt düşübdür. Niyə görə? Çünki həmin dövrdə ən zəifi AUD idi. Avstraliya dolları idi. Ən güclüsü də Amerika dolları idi. Biz ən zəifini, ən güclənən bir valyutanı yenanın uzun müddət zəif bir durumdan güclü bir duruma çıxış edir. O çıxış vaxtı ən zəif durumda qalan Avstraliya dolları. Demək, Avstraliya dollarını yena qarşısında satırıq. Və beləliklə siqnalın giriş qiyməti isə bu indikatora görə müəyyən olunur. Bu indikatorlar bizə, o da güc indikatorudur. Ancaq giriş nöqtəsini verir. Məsəl üçün, qırmızı şam. Xəttlər kəsişdiyi məqamda bir qırmızı şam əmələ gəlirsə və o 90 manı aşağı keçirsə, biz satış əməliyyatı icra edirik. ATR ilə də stop loss təyin edirik. Yəni ATR indikatoru bilirsiniz də nədir? Sualınız olsun. Bəli? Hə. Həmin anda ATR-in güc göstərisinə baxırıq. Tutaq ki, neçə göstərir? Sonu 26. Bu hissədə sonu 26. Demək, bu rəqəmi nəzərə alırıq. Bu rəqəmin 2 qatı stop loss təyin edirik, 3 qatında take profit təyin edirik. Yəni, girişimiz 2-yə 3 nisbətindədir. 2 stop loss, 3 qatda 26-nın 3 qatı eləyir 78. 2 qatı da eləyir 52. Demək, biz siqnalı buradan girəcəyik bu şamın bağlanışından. Qırmızı şam manı kəsdi. Güclər də göstərdi ki, eyni anda güclərdə bir dəyişiklik var. Məsəl üçün, girəcəyik bu şamda.
demək stop loss eləyəcək 58, 52, take profit eləyəcək 78. Yəni take profit artıqlaması ilə götürür. Bir də bu siqnallar ayda yenalarda bir 6-7 dəfə yaranır. Dəqiq siqnallarda. Belə hər kəsişməni bir siqnal götürmürük. Hər aşağıdan yuxarı qalxan valyutanın bir siqnal götürmürük. Biz ancaq yenalar var, bir də funtlarda işləməyə tövsiyə olunur. Çünki ikisində də volatillik var. Sonradan nə baş verir? Yena gücün qoruyur, təzədən zəifləmə moduna keçir. Zəifləmə modunda birinci funt daha güclü moda keçir. Ən güclüsü funt. Demək, funt yenanı ala bilərik, euro yenanı ala bilərik bu hissədə. Yanlışlıq payı gələndə isə çox aşağı bir ziyanla çıxılır bu hissədə. Tutaq ki, bu hissədə bir siqnal yaranır bu şamda. Siqnalın əks getmə vəziyyətində 32 punkt ziyandan çıxdıq. Eyni ilə burada yaranan siqnal da ikinci siqnal kimi. Bu hissədə 6 punktdan çıxdıq. Çünki bazar korreksiya vaxtı sistemin əsas mahiyyəti trenddə qazanıb korreksiyada az itki ilə korreksiyanı yola verməkdir. Bu sistem, bu qırmızı şam, göy şam bu ətrafında daha çox yaranmağa başlayır. Çünki həmin dövrdə güc nisbətləri daha çevik kəsişirlər. Gah funt güclü olur, gah yena güclü olur. Ona görə bu hissələrdə qırmızı şamlar yaranır. Və buradan giriş, buradan çıxış 30 punkt ziyanla. Və buradan giriş, buradan çıxış 3 punkt, 4 punkt ziyan və yaxud xeyir. Yəni bizə çıxışı qırmızı şam verir. Və sonradan baxırıq ki, Zenlandiya dolları daha güclənir. Nurlan, indi daha aydındır, yoxsa? İndi daha aydın. Biz yenanı götürürük. Bazı olaraq yenanı götürmüşüksə, biz yenanı götürürük. Və burada göstərir ki, bir siqnal yarandı. Bu hissədə. Şam bu hissədə ATR nə verdisə bilmirəm indi. 4 qatın, 5 qatın gedibdi. 160 punkt gedibdi. Enzidə yenanın alışı. İndi biz satışlara da baxaq arada. Burada Kanada dolları qrupda siqnal paylaşmışdım. Yena, çift yena. Bax, həmin siqnallar ATR-ə görə take profit gedib. Sadəcə biz elə ki, daha çox take profit götürmək üçün başqa bir take profit təyin eləmə üsulundan istifadə edirik. Daha çevik əməliyyat sistemindən istifadə edirik. Bax, burada yena güclüdür. Kanada dolları bax, burada zəiflədi. Göstərir ki, Kanada dolları burada zəif bir mövqeyə keçib bu hissədə. Ən zəif mövqeyə. Eyni vaxtda frank da keçib ən zəif mövqeyə. Bu zaman maya toxunuş var, bir göy şam var, qalxa bilmir, qırmızı şam yaranır. Demək ki, trendin davamı gələ bilər. Trendin davamında Kanada dolları zəifdir, yenə qarşısında ən zəif durumda. Biz ən zəiflə ən güclüləri ticarət edirik. Kanada dolları ən zəifdir, satış icra olunur buradan. ATR burada nə göstərir? ATR bizə göstərir, tutaq ki, Kanada yena 14 götürür, 15. Demək, təxminən 28 punkt stop loss bu hissəyə. 28. 14-ün də 3 qatı 52. Getdi. 3 qatı getdi. ATR-ə görə getdi. Ancaq burada dalğa prinsipinə görə mən take profit qoymuşdum. Birinci dalğa, ikinci dalğa, üçüncü dalğa prinsipinə qoymuşdum. Gedib çatmadı. Çünki yenə ortada ani zəiflədi. Bu hissədə ani zəiflədi. Ona görə enzidə yenanın alışına keçmək məcburiyyətində qaldıq. Eyni ilə çift yena. Həmin ərəfədə. Yox. Məqamı məsəl üçün də biz siqnalı verdik, take profit stop loss'u qoyduqsa onun artığı müdaxilə eləmirik. Yəni ortada çıxış eləmirik. Ortada çıxış sadəcə göy şamda çıxış ola bilər. Tutaq ki, Ən aşağıda hərəkət elədiyinə görə zəif deyirsən. Bəli. Güc nisbətlərdə hesablamaya görə, məsəl üçün, ən axırıncı hesablamalarda frank ən zəifdir. İkisi də hesablama indikatordur, hesablayır, güclərini hesablayır. İkisində də göstərir ki, ən zəifdir.
Bax bu durumda ən zəifdirlər. Burada siqnal yaranır. İkisi də eyni vaxtda zəiflik göstərir və bir qırmızı şam yaranır. Qırmızı şam ATR-ə baxırıq. ATR nə göstərir? 24. 24 48-ə qarşı 56. Yox. 70 3 dəfə 3 dəfə 6 3 dəfə 6 18 edir. Hə 24 idi, hə 72. Bu da getdi təxminən 120 punkt. 120 neçə punkt. Yəni biz burada da yenə eyni prinsiplə 1, 2, 3-cü dalğanın bitişini gözləyirdik. İndi Nurlan bilir hansı metoddan istifadə edirik. 3 dalğanın hesablanması üçün. Ondan istifadə edib biz take profiti daha böyük götürməyə çalışırıq. Və sonra davam edir. Tutaq ki, USD yenanın satışı əmələ gəlir son 5-ci gündə. Burada güc nisbətləri bir-birinə yaxın olduğu üçün, məsəl üçün NZD yena hal-hazırda ən güclü valyutadır NZD. NZD və yaxud Kanada dolları. Buradan siqnal yaranmışdı, davam elədi. Sonra ola bilər ki, buradan da siqnalın davam eləyə bilməsin, gəlsin. Hardasa təxminən buralarda bir qırmızı şam yarana biləcək. 17-18 punkt. Hal-hazırda USD yenanın məsəl üçün satışına odaqlanmışıq. Burada bir neytral bir vəziyyət yaranır. Yena güclənə bilər dolların qarşısında və dollar düşə bilər. Biz satışı buradan icra edəsək, təxminən alınmasa 17-18 və yaxud 20 punktdan ziyandan çıxa bilərik. Satışı ziyanlarımız çox kritik kiçikdir. Biz bunu məsəl üçün bu saatlıq time frame-dədir. Biz bunu M5-ə adaptasiya edib scalping edə bilərik. Artıq o scalpingdə itirilmə ehtimalı demək olar ki, sıfırdır. Paylaşmışdım bu yaxınlarda, bilmirəm hamı izləyib yoxsa yox. 20 bənddən 20 addımdan ibarət scalping metodu. Yəni indikatorlarla bağlı sualınız olsa verin. Yəni vaxtımız qısa şey 90 aralıq götürür. O simvolikdir orada. Əsas orada MAS indikatorunun verdiyi göstəricilərə görə hərəkət edirik. İnternete. Demək 20 bənddən ibarət gedişdir. Birin 5-ə error nisbəti. Yəni 1 stop loss, 5 take profit. Görün bunlar da yazırlarsa. Prop trading firmalardan alış edən, ticarət edən var aranızda. Prop tradinglərdən. Neçə minlik balansa, məsəl 10 min. Sizdə neçədir? Hal-hazırda 5 min var. 5 min. Yəni, böyük risklər eləyə bilmirsiniz də, yəni 100 min, 200 min. 50 min olur. Demək, 12-yə qədər prop tradingdə addım eləyə bilmək olar. Niyə 12-yə qədər? 0.93% risk. Bir əməliyyata 1% risk həddini aşmamaq üçün də futbolun qaydalarında bir əməliyyata 1% risk söhbəti var. 12-yə qədər bu hətta 13-cü addıma qədər getmək olar. Burada biz nə edirik? Tutaq ki 100 minlik hesab almışıq.
Yox, o başqa bir şeydir. O target gündəlik drawdown limitidir. Bir də var ki, bir əməliyyat başına, açdığın əməliyyat başına stop lossunu 1%-dən artıq qoymalı deyilsən. Yəni hər əməliyyata hesablanan bir risk var. Onun çox adam elə orada yanır. Tutaq ki, 100 minlik hesabda bir əməliyyatda $1100 ziyan eləyir. Əslində 5%, $5000 keçməyib də gündəlik riski. FTMO məktub göndərir ki, siz 1% risk həddini aşdığınıza görə, bir əməliyyata görə hesabınız bloklandı. Hamısında elə var. O 1% risk demək olar ki, əksəriyyətində var. Nə deyirlər ona? Gündəlik əməliyyat başına ümumi bir ad da qoyublar, təzə bir termin yaradıblar. Terminə görə ilişdirmə faktorları var. Bu sağlam bir addımlardır. Yəni bütün onların hamısında gecə əməliyyatı saxlaya biləcəyin bütün prop trading firmalarda bu sistem çox mükəmməl bir göstəricisi var. Demək 100 minlik hesab aldıq. 100 minlik hesab aldıq. Bu sistemin M5-də necə özünün davranış şəklini göstərəcəm. 0,1% bir əməliyyata risk edirik. Yəni itkimiz olacaq $100. 0,1% 100 mində $100'dır. Prop tradingdən danışıram. Real balans təbii ki o qədər açmaq həm riskdir, həm də o qədər pul yoxdur. Demək $100. Birinci əməliyyatı $100 risk elədik. Qazancımız olacaq 1'ə 5, 0,5%, $500. İkinci əməliyyatı eləyəcək $140 risk. Qazancımız olacaq $700. Üçüncü əməliyyata eləyəcəyik $150, qazancımız $750 olacaq. Biz bu riski necə edirik? Yəni necə edək ki, açdığımız əməliyyatı stop loss'a toxunanda biz $100 artıq pul itirməyək. Bunun üçün strategiyanın məğzinə keçirik. Bu gördüyümüz bu H1'dir. 90 periodu, bir də 34 periodu. 34. Demək bunu M5 zamanına keçirmək üçün biz nə etməliyik? Hər ikisini 12'ye vurmaq lazımdır. Yəni 1 saatda 12 dənə 5 dəqiqəlik şam var. Hər ikisini 12'ye vuranda belə bir vəziyyət əmələ gəlir. 408 və 1080. 90 12'ye vurduq. Yəni biz H1'ə 5 dəqiqəlikdə baxırıq. Mahiyyət nədir? H1'də saatın bağlanışı 12 dəfədən bir çox ola bilərdi. Amma 5 dəqiqədə 12 dəfə biz onu çevik qərar verə bilərik. Yəni bir var 1 saatlıqda şamın bağlanışını gözləyək. Bir də var 5 dəqiqəlikdə biz mövqeyə görə qərar verək. Tutaq ki, bir öncəki gün, dönən yox, sıra gün və yaxud 3 günün hesabatına aparaq. Tutaq ki, Yena NZD. Biz NZD Yena'ya M5'də girəcəyik. Tutaq ki, bu hissədə. Siqnal yarandı. Hərəkət baş verdi yuxarı və 10 ma moving average geçdi. Artıq burada scalping üçün 10 təyin eləmişik. Yəni daha çevik qərarlar versin və stop lossumuzu qısa götürmək üçün 10 ma seçmişik. Məsəl üçün çıxış burada baş verdi. Sistem göstərir ki, NZ'də yuxarıdadır, Yena'dan yuxarıdadır. Bu hissədə baş verdi və 10 maya toxunuş içəri girib çıxış baş verdi, üzərində bağladı şam. 2 şamı götürürük. Bir öncəki şam, bir də özünün şamı stop loss üçün. Ən aşağı həddinə 2 şamdan hansının həddi, minimum qiyməti ən aşağıdadırsa, onu stop loss zonası kimi təyin edirik. Giriş nöqtəsi bu şamdır. Bu şamın bağlanış qiymətidir. Stop loss 2 şama görə minimum qiymətdir. Burada. Stop loss bura. Giriş qiyməti bu hissə. Yəni şamın bağlanışı. Bağlandı. Növbəti şamın açılışında biz scalping əməliyyatına girdik. Stop loss təxminən
10, bir də əlavəsi 1 punkt zazor qoyuruq. 11 punkt. Take profitdə veririk 55 punkt. Və buna toxunmuruq. Yəni hər nə baş verirsə, stop lossumuz kiçik olduğuna görə buna toxunmuruq. Demək, giriş nöqtəsindən elə həmin gün 55 punktu gedir, günün sonuna qədər. Giriş nöqtəsindən günün sonuna qədər 55 punktu gedir. Biz artıq günün gəlirini götürdük 0,5%. Və ikinci əməliyyata da baxırıq. Və zənciri qorumaq lazımdır. Yəni zənciri necə qoruyuruq? Əgər ziyan verəcəksə biz lot həcmini böyüdürük, riski böyüdürük. Ziyan verməyəcəksə yenə də davam edirik 0,1% risklə. Məqsəd burada 22 iş günündə ortalama 19 20 dəfə 0,5-i götürsək 10% həddi tamamlamış oluruq. 0,5 vurulsun 20 bərabərdir 10%. Bu sistemin özəlliyi belədir ki, bu 0,5% hər ticarətin sonunda cibdədir. Yəni itkiyə qatışacağı yoxdur artıq. Hər əməliyyatın sonu 10-cu cəhdə qədər 0,5%-dir. 11-ci cəhdə artıq 1,6 erərə keçirik. Çünki bazarın trend tutub, qiymətin trend tutub bir istiqamətə 10 erer, 20 erer getmə ehtimalı çox böyüyür. Yəni korreksiya vəziyyəti, qeyri-müəyyənlik 10 siqnalda itkidə baş verə bilər, amma 11-ci, 12-ci, 13-cü siqnallarda artıq bir trend istiqamətində hərəkət davam edəcək. 1,6 erer çox aşağı bir rəqəmdir. Amma ən aşağı mümkün ola biləcək bir rəqəmdir. Maksimal deyil. 1,10 erer də mümkündür, 1,20 erer də mümkündür. Yəni stop loss 10 punkt qoyub, take profit 200 punkt qoya bilərik. Scalping rejimində. Yəni get-gedə elə edirik ki, hər dəfə bu zəncirin sonunda take profitlə çıxırıq. 9 siqnalımız yanlış gəldi, 10-cu siqnalımızdan gələn xeyir, 9 siqnalın zərəri 225%. 10-cu siqnalın xeyri 273%. Hardasa təxminən 0,48% edir. Yəni yenə də 0,5%-ə yaxın bir rəqəm yaradır. Hamısında zəncirin sonunda 0,5% cibdədir. Demək, siqnallar harda yanlış gələ bilər? Volatillik aşağı düşə bilər. Bazarda hərəkət dayana bilər. Nə bilim, Pasxa bayramı, dekabr ayının məsəl sonları və yaxud yanvarın əvvəli və yaxud avqust ayının insanların daha çox ticarətdə, yəni pasiv fəaliyyət göstərdiyi zamanlar volatillik aşağı düşə bilər. Məsəl üçün, gəlin yaxşı elə yaxşıdır. Çox mentor ancaq yaxşılardan danışır. Pisə yaxın durmur. Çünki pis insanları uzaqlaşdırır. Yəni reallığı danışmırlar da, reallıqda itirməkdən danışmırlar, ancaq qazanmaqdan danışırlar. Gəlin qazanın, bu günlərdə qazandıq belə falan. Yəni pafosdan danışmağa ehtiyac yoxdur. Reallıq nədirsə, reallıqla barışmasanız qazanc eləmək nisbidir. 1 ay, 2 ay, 3 ay, 4 ay, 5-ci ay artıq zərər edəcəksiniz. Yəni o qaçılmazdır. Fiyasko qaçılmazdır. Əgər işini bilmirsinizsə, fiyasko sonunda qaçılmazdır. Tutaq ki, 5 dəqiqəlik şamda günbəgün analiz edək. Tutaq ki, bir qeyri-volatilli bir gün seçək. İndikatorlar, güclər bir-birinə sıxılıbdır. Bazarda güclü bir hərəkət yoxdur, aralanmalar. Görürsünüz, buradakı aralanmalar burada sıxılıb artıq. Göstərir ki, korreksiya vəziyyətinə uyğun bir vəziyyətdir. Yenanı baza alsaq, ancaq yenalarda ticarət edəsək, məsəl üçün, günün siqnalı birinci NZD-dədir. Zenlandiya dollarında və sonra gəlir funtda. Biraz böyüdək. Zenlandiya dollarında burada bir çıxış yaradır bu hissədə. Burada göstərir güclüdür, burada da gücə yaxındır. Bu biraz hamar indikator olduğuna görə bunu əsas götürə bilərik. Burada sadəcə vizual olaraq baxırıq ki, istiqamət yuxarıdır. Gələn var. Hamarlıqdan bu çıxış vəziyyətini dəyərləndiririk. Maya girir, çıxış vəziyyəti budur. Burada çox güman ki, 1-ə 5 erer yoxdur. Çünki bu bazar volatilli deyil. Ən pis günün götürmüşəm də ona görə ki, daha aydın olsun. Tutaq ki, 5 punkt, 6 punkt stop loss qoysaq, tutaq ki, təxminən 1 punkt artığın. 30 punktu getmir.
Yoxsa getdi. Gücbəla ilə uzunluğundan getdi. Hesab edək ki, getmədi. İkinci siqnal gəlir funt yenada. Funt güclənir. Burada da güclənir. İkinci siqnal gəlir funtda. Birinci çıxış buradadır. Stop lossu 2 şama görə nəzərdə tutulub. 8 punkt. Gəldi birinci çıxış buradan baş verdi, gəldi stop loss tutdu. İkinci çıxış artıq buradadır. Bu şamdadır. 21 punkt stop loss göstərir. Böyük stop loss olanda adətən ikinci cəhdləri nəzərə almaq lazımdır. Yəni 21 punkta qarşı hardasa 100 neçə punkt, 105 punkt gedə bilməz. Getsə də yəni 2 gün, 3 gün çəkə bilər o hərəkəti. Sanki burada o hərəkət baş verir növbəti günlərdə. Ancaq hədəfi böyütməmək üçün ikinci çıxışı girməyə gözləmək olar. Bax bu çıxışı. Stop loss 6 punkt, take profit 30 punkt. Və yaxud burada bağlanış yoxdur. Buranı bağlanış kimi götürsün. Bağlanışı yaxınlaşdırsaq daha dəqiqdə. Burada bağlanış var. Bax. Giriş qiyməti bu şamda stop loss 11 punkt, take profit 55 punkt. 52-ci dalğada getdi. 55 punkt. Bir ziyan elədik, 2 ziyan elədik, hesab edək. Üçüncü xeyirdə tutaq ki 1,5% risk elədik, 0,15% risk elədik. 750 dolları xeyir götürdük. 240 dollar da ziyan eləmişdik. 240 dolları çıxanda qaldı 510 dollar bizdədir ki günün sonunda. 510 dollar. Yine günü take profit'dən nəticələndirir. Elə gün ola bilər ki 2 take profit baş verə bilər. Məsəl üçün tutaq ki burada baxaq Audi Yena'nın satışı mümkün ola bilər. Tutaq ki bu hissədə. Burada artıq Audi Yena'nın satışında xeyri yoxdur. Birinci giriş buradadır. Stop loss 4 punkt baş verdi. İkinci giriş yine buradadır. Stop loss 9 punkt. Üçüncü giriş yoxdur. Dördüncü giriş buradadır. 7 punkta qarşı stop loss yoxdur. Yox, burada stop loss götürsək, indi burada 1 punktluk hərəkət yoxdur. 0,1 punktluk hərəkət var. Hesab edəsək ki, stop loss götürməyib, take profit'i 7'ye qarşı 35 götürəcəyik. Bura qədər. Yox, stop loss götürsə, bu çıxışdan tutaq ki 10'a qarşı 50, 11'e qarşı 55 götürəcəyik. 55. Yəni hər halükarda bu gün də baş verməsə, səhərsi gün alışdan gəlirimizi götürdük, satışdan gəlirimiz səhərsi günə qaldı. Və burada da 4-5 dənə yanlış hərəkət baş verdi. Yəni 4-5 addımdan sonra 4-5 take profit'e çıxdı. Tutaq ki 1,05 gəlir verdi. Ziyanımız 1,1%. Təxminən 50 yox. Ziyanımız ümumi 79 yox. Burada mən ziyanı da vermişdim. Hə, 0,79 1,05. Aha. Yox, 0,79'a qarşı 1,30. 6-cı əməliyyatın gəliri 1,30'dur. 0,79 çıxanda təxminən qalır 0,5% xeyir. Yəni hər günün sonunda və yaxud günün yox, 2 gündən sonra və yaxud 3 günün nəticəsində yenə də 0,5% cibdə qalır. Məqsəd nədir? Niyə prop tradingdə bunu istifadə edirik? Tam disiplin lazımdır bu sistemə. Yəni maksimal disiplin. Burada yəni fikirləşmək lazım deyil ki, mən burada satış verim. Bax ki 11 punkta qarşı 30 punkt geçsə bəsimdir. Sən bu sistemdən çıxdın. Bu sistemdən çıxdın.
40 punkt verim bəsindir. Sistemdən çıxdın. Çünki ziyanın gəlirini gəlirin zərərini pakırbat edeməyəcək. Sən burada bir mənalı olaraq giriş nöqtəsi buradırsa, stop loss'un 11 punktusa, bir mənalı olaraq take profit'in 55'dən aşağı olmamalıdır. 56 olmalıdır ki, nəinki 55, 54. Yəni bir punkt artığını qoya bilərsən. Getmə ehtimalı çox yüksəkdir. 55 götürməz, 56 punktu götürər. Ancaq 54 qoysanız, artıq disiplindən kənara çıxmış sayılırsınız və sistemi kobud şəkildə pozursunuz. Çünki gələn gəlir, itiriləcək ziyanı pakırbat eləmir. Önəmi nədir? Mən adam tanıyıram xaricilərdən də. Mən xaricilərdən çox işləmişəm, traderlərlə. 54 dəfə tutmalımdır. 54 dəfə. 500'lük, 5000'lik, 50.000'lik, 100.000'lik, 200.000'lik. Baxırdı hansı dövrə nə qədər pul gəlir. Kənardan pul gəlir. Meksikalıdır, bəlkə də narko bizneslə məşğuldur. Pul gəlir, qoyur ora, batırır. 54 dəfə futbola giribdir. Niyə itirir? Çünki ilk mərhələdə risklərlə başlayırlar. Yəni ilk mərhələnin 10% gəliri 4 günə keçmək istəyirlər, 5 günə keçmək istəyirlər. Bu isə Forex-ə risk qaydalarına ziddir. Çünki onlar bilirlər ki, günlük 5% risk həddini qoymaqla, onlar bilirlər ki, sən bunu 95% halda aşacaqsan, günlük risk həddi. Çünki risk 5%-in altına ticarət eləmək çox qəliz bir məsələdir. Biz çalışırıq ki, disiplinli şəkildə müəyyən bir uğura imza ataq. Məsəl üçün də illik gəliri 30.000 dollar, 50.000 manat. Yəni qazanmaq biraz çətindir indiki dövrdə. İllik gəlir 50.000 manat. Aya nə qədər edir təxminən? 4.000 manat. Yəni biraz xoşbəxt bir rəqəmdir orta səviyyəli Azərbaycanlı üçün. Tutaq ki, 540 dollar risk edib, bir dənə 100.000 hesab alırsınız. Əziyyəti təxminən bu disiplin qaydalarının, şərtlərinin bir yerdə. Təxminən əziyyəti 2 ay çəkməz. 35 iş günü. 22 iş günü, yarısı. Təxminən də 1 ay 40 gün çəkə bilər. 2 ay götürək ümumi. Pul çıxarışına kimdə. 2 ay müddətində 60 gün. 2 ay. 2 ay müddətində bu sistemdən çox rahat bir şəkildə, amma disiplinə maksimum riayət etmək şərti ilə. Bu sistemlə 5 dəqiqəlik bu qayda ilə, bu strategiya ilə onu keçmək çox rahat ola bilər. Amma gərək gecəni gündüzünə qatasan, əməliyyatını take profitlə başa vurub sonra gedəsən istirahətə. Yəni take profit baş vermədən istirahət etmək biraz zənciri qopartmaq kimi bir şeydir. Zəncir qoparsa da problem yoxdur. Ortada yenə zənciri bərpələmək üçün müəyyən bir qaldığın yerdən davam edə bilərsən. Ancaq zənciri qopartmamaq şərtdir. Yəni gün ərzində o 0,5% götürüb hesab edək ki, keçdik. Vertifikasiya olundu hesab. Gəliri növbəti mərhələdə 2 dəfə aşağı salırıq. Əziyyət çəkdik, 2 ay əziyyət çəkdik ki, bu 2 ay əziyyətimiz birdən-birə itməsin deyə bu rəqəmləri 2 dəfə aşağı salırıq. 100 dollar risk edəmirik, birinci əməliyyatı edirik 50 dollar risk. Qazancı isə 250 dollar olacaq. Artıq 500 dollar yox, 0,5% yox, 0,25% gəlir verəcək. 5 qatı. 50 dollar %5% risk edəcəyik və sonra da gələcək %7%, 70 dollar risk edəcəyik. Qazancı, yəni çıxacaq, yenə bizə gələcək 250 dollar. Bu gündəlik olmasa da, yəni gün aşırı əldə oluna biləcək real qazancdır. Artıq burada riskləri 2 dəfə aşağı saldığımıza görə demək olar ki, biz bütün bəndlərə riayət edə bilərik. 20-yə qədər gedə bilərik. Tutaq ki, 1.62-nin 2 dəfə aşağısı 0.80-dir. 0.8%. Məsəl üçün 16-ya kimi gedə bilərik. 16 zərərli addıma kimi gedə bilərik. Və beləcə biz mütəmadi gəlir götürürük. Hesab edək ki, həftədə 3 dənə normal günümüz olsa, həftədə 750 dollar gəlir götürə bilərik. Çünki ənində sonunda bu 250 cibdə olmalıdır. Bu zəncirin sonunda 0,5%, yəni əməliyyat gəlir gətirməlidir. 750 dollar. Burada təxminən 14 günə payout 14 gündən birdir də.
14 gündən 1500 dollar, aya da 3000 dollar. Ta ki, prop trading cığallıq eləməsə, başqa nə bilim onların qadağaları var da, fərqli IP-dən istifadə etmək, nə bilim bir də görürsüz, deyirlər ki, başqasının əməliyyatından kopyalamısınız, şəraitlər adamısınız, cığallıq edirlər. Yəni bloklamadıqları sürəcə ayda 3000 dollar buradan gəlir götürmək mümkündür. 3000 dollar. Təxminən eləyir 5100 manat. Gəldik çıxdıq bu dediyim rəqəmə. Xoşbəxt olacaq bir rəqəmə. Bunu həftədə 3 dənə bu rəqəmə götürsək 250 dollar. Biz 750 dollar qazanc çıxmış oluruq. Real qazanc budur. Bizim bir adını çəkmirəm. Adını çəkmədiyim çox belə kimlə danışıram. O insanları səhv yönəldir. O istəyir ki, insanlar prop tradingə girsələr, AIB-dən qazanmayacaq. Adını çəkmirəm, bilir. Mentorlu məsəl üçün də prop tradingi pis deyir. Amma reallıqda prop tradingdə olan gəlir daha realdır. Risklərinə rağmen. Niyə? Bax ki, 5400 dollar pulum var. 5400 dollar pulum var. 5400 dollara sən aylıq maksimum qazana biləcəyin imkanın 10% ola bilər. Reallıqdan biraz uzaqdır. Reallıq təxminən 6%, 7%. Maksimum qazana biləcəyin məbləğ sabit 10% ola bilər. Bu 540 dollardır. 12 vuranda nə qədər edir? Ta ki 500-ü 12 vursaq 6000 dollar. Mən təxmin deyirəm də 6000 dollar siz illik buradan qazanc götürə bilərsiniz. Sabit, disiplinli, emosiyalarınızı cilovlasanız, hər şey qaydasında olsa bu rəqəm var. Arada bir də səhv elədiniz. Bu işdə elə bir məsələ işdir ki, burada bir səhv 10 düz aparır. Yəni 400 aparır qəbul imtahanında kimi deyil. Bir səhv 10 düz aparır. Yəni bir dənə yanlış bir hərəkət 50 dollar, 20 dollar qazanırsınız, 500 dolları birdən itirsiniz. Təmiz sabit işləsəniz 6000 dollar pul qazanacaqsınız. Amma 5400-ü bölüb 10 yerə futmoda 10 cəhd edib ki, məsəl üçün də birində alındıra bilsəniz, 4 ayda qazanc versə 3000 dollardan, verir 12000 dollar. 2 dəfə bundan daha çox gəlir əldə edirsiniz. Ta ki 5 ay, 6 ay keçməyə cəhd edirsiniz. Keçəndən sonra riski salırsınız 2 dəfə aşağı, risklər 2 dəfə aşağı olur. Yəni müəyyən o gündəlik 1% riskindən söhbət getmir. 5% riskindən. Çünki 5% riskə qədər təxminən 11-ci addım 2 qatda 15-ə kimi gedə bilirsiniz. 2 qat kiçilmədə. 4,05%, 4%də maksimal risk olur 4%. 2 dəfə aşağı salanda 8-i bölür 2-yə. Həmin vaxtda 4 ay dalbadal 3000 dollar qazansanız 12000 dollar xeyir edir. Demək 5400-dən başlasaydınız 6000 dollar götürə biləcəydiniz il ərzində. Amma burada verifikasiyadan keçdiyiniz andan 4 ay ərzində 12000 dollar xeyrə çıxa bilərsiniz. Bu mən demirəm ki 5400-ün hamısını istifadə edəcəksiniz sonra. Uzaq başı 3 dəfə cəhd, ya 4 dəfə cəhd edəcəksiniz. 4 dəfə 5-im 2600 dollar. 3600 dollar xərclədiniz, məsəl üçün də 4 cəhdə. 5-ci cəhdə keçəndə pulunuz geri qayıtır. 540 dolları refundable-dur, yəni geri qaytarır. Geri qaytardınız, cəmi itirdiniz 3600 dollar və 12000 dollar xeyir götürəndə 9000 neçə balansınız oldu? Ta ki 1400 qalmışdı, 12000-də götürdünüz. 13400. Burada balansınız bir il ərzində 11400 olacaqdı, amma bu halda ən belə pisi götürüləndə 4 dəfə cəhd edirsiniz, alınmır. Tam disiplinli qaydada, tam strategiya riayət edə ən pis halda.
Yəni nəticədə prop tradingdən daha çox gəlir əldə edə bilərsiniz. Qazanma ehtimalınız, daha çox pul qazanma ehtimalınız daha yüksəkdir. Nəinki bu 5400-ü hansısa bir brokerdə aylıq 10% gəlirə oturmağınız. Mentorlar niyə bunu demir? Çünki bu 5400-ü onların partneri olduğu brokerdə açacaqsınız. Bir lotdan 10 dollar pul qazanacaq. O 10 dollarlarla dünya turuna çıxacaq. Bizi kimi əfəl deyil ki, prop tradingi təbliğ edəsin. Saat 4:43. Bir 15-20 dəqiqə vaxtımız qalır. Təxminən mən biraz sprint getdim izahı. Sual varsa, məsələn, strategiya ilə bağlı. Soruşmaq istəyirəm. Burada stop loss təyin edəndə ATR-dən istifadə edilir. Yox. 5 dəqiqəlik şamda ATR-dən istifadə eləmirik. Sadəcə iki şamın maksimum qiyməti, minimum qiyməti. Hansı böyütsə də, məsəl üçün bax burada siqnal yaranıb 2 şam götürülür. Burada bir siqnal yaransaydı, burada 2 şam götürüləcəkdi, yenə də bunların maksimumu öz olacaq idi. Amma burada məsəl üçün 2 şam götürüləndə giriş nöqtəsi buradır, stop loss üzəridir, 10 göstərir, biz 11 qoyuruq. Hətta burada spread də nəzərə almışam. Yəni 1 punkt spread nəzərə almışam. Yəni 10 qoyub 50-yə getmirik. Ortada spread qazanca ziyan edir də. 11 punkt götürürük stop lossu, take profit 55 punkt. Get-gedə elə bir vəziyyət yoxdur ki, qiymət baş alıb getməsin. Yəni məsəl üçün də bu H1-ə nəzərən götürürük. H1-də hərəkətlər olur, bayaqları gördüyünüz kimi 100 punkt, 150 punkt, 200 punkt. Yəni biz o hərəkətdən sadəcə 1-ə 5 erir. Ya 12 punkt stop lossun müqabilində 60 punkt götürürük 5 dəfə artığın və yaxud maksimum 15 punktun müqabilində 75 götürürük 5 dəfə artığın. Və kritik durumlarda onu biz 105-ə də qaldıra bilərik 7 dəfə artığına. 105-dən belə 75, 2 dəfə də üstünə gələndə 90. 7 errordə 90 punktda girir. Yəni məsəl üçün Audiyanada 12 Audiyana burada göstərəcəkdir o satış. Audiyananın satışı dedim 90 punkt getdi. Bu idi deyəsən. Bu hissədə. Məsəl üçün H1-də bayaqki H1-dəki yer M5-də bu hissədir. Giriş buradandır. Take profit indi yəqin 90-ı keçib. Bax ki təxminən 10 punkta qarşı 100 punkt hərəkət edib 90 punkta götürək 9 error gedib. Yəni normalda scalpingdə 1-5 simvolikdir. Yəni daha tez çatsın, birinci dalğaya baş versin. İndi bəziləri bəlkə də SMC falan eşidirlər də Smart Money Conception. Bu strategiya Smart Money Conception'dan çox rentabildir. Smart Money Conception'da bir instrument götürülür. O instrumentin növbəti hərəkətini hesablaya bilmirsən. Məsəl üçün də Smart Money Conception'da korreksiya vəziyyətlərində qızıldır da. Qızılda korreksiya vəziyyətlərində bu hissələrdə biz zigzagvari korreksiya vəziyyətində SMC-də tapa bilmirik. Stop loss hər zaman pozulur. Məsəl üçün bura qoyurlar, gəlir buradan qırır. Bura qoyurlar, gəlir buradan qırır. Yəni stop loss heç cürə alınmır. Çünki nisbət ediləcək başqa bir instrument yoxdur ki, biz onu fərqləndirə bilək. Amma bu strategiyada isə, mənim strategiyamda, özəlliyi ondadır ki, korreksiya baş verəcəyi günü ən güclü ilə ən zəif arasında və yaxud güclü ilə bazı valyuta kimi götürdüyümüz valyuta arasında bir hərəkət baş verir. Başqalarında 20 punktluk bir diapazon yaranırsa, məhz biz seçdiyimiz siqnalda 45-50 punkt yaranır. Qeyri-volatilli vaxtı. Yəni normal volatilli vaxtda isə bütün siqnallar işləyir. Qızılı gümüşlə götürülür. Yox. Qızıl başqadır, gümüş başqadır. Qızılı gümüşdən belə nəzəri olaraq götürürlər simvolik olaraq. Qızılın qiyməti 1-dirsə, gümüşün qiyməti 12 olmalıdır. Bu mistik qaydadır. Günəşin rəmzi, qızıl günəşin rəmzidir.
Gümüş ayın rəmzidir. Bir günəşdə 12 ay var bir ildə. Yəni simvolik olaraq onu götürürlər. Yox, hal-hazırda qızıl-gümüş oranı təxminən mən axır dəfə baxanda 42 idi. Deyəsən bir 47-48-dir. Bu rəqəm 47-48-ə qalxıbdı. Ona görə çox biraz fəlsəfə ilə, mistika ilə məşğul olanlar deyirlər ki, bir gün bu qayıda bilər. Gümüşün qiyməti ani sıçrayışla yüksələ bilər, 1-12 oranına yaxınlaşa bilər. Yəni 47-12-yə qədər tutaq ki 100 budur, 47 4700 qızıldır. Məsəl üçün də oran 47-dir. Bir günləri bu 5000 ola bilər qızıl. Bu oranda 12-də 1 olur. 12-də 1 nə qədər edir? Təxminən 416. 100 qiymətindən qalxa bilər. 100 də deyil hal-hazırda. 50-də 60 neçədir. 416 qiymətinə qalxa bilər. Oranı bunları elə ki bir fərziyyə kimi irəli sürürlər. Amma inanmıram indiki dövrdə elə bir hadisə baş versin gümüşdə. Gümüşlə qızıldır, neftdir, bunlar sərbəst valyutalardır. Amma bu valyutalar 28 dənə valyutadır. 7 əsas valyutadır. Avstraliya dollarıdır, Zelandiya dollarıdır, Kanada dollarıdır, frankdır, evrodur, funtdur, yenadır. Bir də dollardır. Bu valyutaların hamısı burada bir-birinə nisbəti müəyyən olunur. Yəni biz bilirik ki, hal-hazırda ta ki bu mövqeydə Avstraliya dolları zəifdir, yena güclənir, bu düşəcək aşağı, sonradan yena zəifləyəcək evro qarşısında, funt qarşısında, funt yena qalxa bilər. Bax bu hissədə görəcəksiniz ki, funt yena artıq funt yena qalxır. Sessiyalar məsələ, bu sessiyalar deyil. Siz bu işə yarım iş kimi, yarım ştat kimi baxmaq biraz düzgün deyil. Bu iş elə ki full time iş tələb edir. Fərq yoxdur bu strategiya və yaxud başqaları. Normal pul qazanmaq istəyirsə Forex-ə, bu full time iş tələb edir. Yəni qrafikin yeri gələndə gecə saat 3-də oyanıb izləməyə, yeri gələndə axşam saat 8-ə, 9-a qədər terminalın qarşısında oturmaq. Yəni bu artıq traderin bir iş şəraitidir. Yəni gecə yatmaq üçün var belə. 24/7 işləyən bazarda gecə yatmaq üçün bir saat seçmək olar, istirahət saatı. Məsəl üçün yenalarda işləmirik, funtlarda işləyiriksə, funtu baza alırıqsa, ta ki funtu baza alırıq, funtdan zəifləri alırıq, satırıq. Avropa, Amerika sessiyasında işləmək olar. Amma yenanı baza alırıqsa, Asiya sessiyasında artıq oyaq qalmağımız və yaxud saat 10-da adboy, 4-də işə başlamaq, 5-də gecə. 5-dən də gün ortaya qədər. Bir əməliyyatı götürdük, 0,5% xeyrimiz oldusa bəsdir. Bu normal tradingdə böyük bir hədəfdir. Yəni mən çox fondlarla məsəl üçün maraqlanmışam. Fondların illik gəliri 30% olanda artıq o fonda elə ki kral kimi baxırlar, əjdaha kimi baxırlar. Yəni trader istəyir ki onu aylıq götürsün. Düzdür, mümkündür scalpinglə falan hansı ayı 20% gəlir götürə bilərik, 30% götürə bilərik. Amma müvəqqəti bir xarakter daşıyır. Bizə lazımdır ki, biz sabit gəlirimizi quraq, sabit qazancımızı götürək. Bax burada çift yenada məsəl üçün də aşağı bir hərəkət var isə, funt yenada yuxarıya doğru bir alış siqnalı yaranır. Yox, belə qısdım ki, daha ümumi fon görsənsin. Giriş şamıdır, məsəl üçün götürürük stop lossu 12'ye qarşı neydi 12'ye qarşı 5 qatı 60 getdi. Yəni bazarın volatillik olmayan vaxtı, yəni orta volatillik vaxtı bu 60 punktu gedir. Normalda funt yena 100-150 punktluq volatilli olan bir valyutadır. Məsəl üçün 150 punkt. Bazarın qeyri-volatilli vaxtıdır 60 punkt. Qalsa növbəti günü yenə gedəcək o hədəfə çıxacaq. Çünki istiqamət olaraq funt güclüdür. Bu 5 dəqiqəlik
time frame olmasına baxmayaraq parametrlər saatlıqdır. Yəni daha böyük parametrlərdir. Biz burada 5 dəqiqəlik şamlarda saatlıq parametrlərə baxırıq. 12 dəfə artırılmış parametrlərdir. Yəni ona görə uzun müddətdə fund yuxarıdır. Əgər burada enzidə yuxarı vurubsa, uzun müddətdə enzidə yuxarıdır. Çünki 1 saatlıqda enzidə yuxarı vurubdur. Və yaxud deyirsiniz ki, yeni dövrlər istənilən bir periodda saxlayıb Bu qrafikdə yuxarıdakında, hə, onu 5 dəqiqəliyə endirəndə aşağıdakılar amma 1 saatlıqda qalır. Yoxsa biz onlarda yox 5 dəqiqəlikdir də bu. 5 dəqiqəlik endirmişik. yox aşağıdakı o şeylər. Biz burada parametrləri 12 dəfə qaldırdıq. Rəqəmləri dəyişdik. Aşağıdakilərlə yuxarıdakilər eyni. Çünki bütün indikatorların 95%-i şam hesabı hesablanır. Məsəl üçün bu gün average verdik. Tutaq ki, bura 10 vermişik də. Daily-də 10, daily şamda 10 versək bu gün average, bu H1-də 240-dır. 24 dəfə artırır. Daily-də kəsişən nöqtə haradakı ma ilə kəsişir, 10 ma ilə kəsişir. H1-də də həmin nöqtədə 240 ma kəsişəcək. Çünki bar hesabı verirlər. Yəni bu avtomatikləşdirilir. Yəni sən 1 saatlığa keçəndə bu bölünmüş halda. Yox, 1 saatlığı keçəndə 1 saatlıqda bunun parametrlərini eləmişik 90. Bu 90-dır. M5-ə Yəni hər dəfə məsələn time frame-lər dəyişəndə onun parametrləri. biz time frame-ni dəyişirik ki, biz bir dənə M5-i götürdük. Gün ərzində M5-dən davranırıq da. M5-də biz scalping kimi baxmırıq. M5-ə biz H1 kimi baxırıq. H1-də bir var 1 saatlıq şamın bağlanış qiymətini götürək giriş eləyək. Bir də var ki, indikator göstərən kimi, dəyişikliyi göstərən kimi giriş eləyirik. Bir 20 punkt oradan qabağa düşürük. H1 bağlanana kimi 20 punkt qalxa bilər, düşə bilər. 20 punkt xeyirdən qabağa düşürük. Daha aşağıdan açırıq. 20 punktda stop lossdan qabağa düşürük. Biri var 40 punkt qalxa stop lossunu 45 qoyasan. Bir də var ki 20 punktda sən siqnala girirsən, stop lossunu 25 punkt, take profit'in 20 punkt daha artır. Aşağı time frame-də parametrlər olmaz. Bu indikator H1-i göstərirsə PAMEH ola bilməz. PAMEH olsa da, yəni o 3 dəfə, 2 dəfə arda-arda ziyan verir. 4 dəfə. İndikator H1-i göstərir. Amma məsələn 10-24 dəfə endirirsə aşağı. Məsələn 5 dəqiqə. O hissə. Onu başa düşmək üçün indikatorun işləmə prinsipini bilmək lazımdır. Mən də deyirəm ki, bax, buyur. Mən demək istəyir ki, biz H1-də bu görüntünü baxdıqda məsələn indikator H1-i göstərir. Bizim analizimizi elədik, belə deyək. Onu M5-ə endirəndə həmin aşağıdakı konstruksiyanı dəyişir, yəni onun tənzimləmələri dəyişir, yoxsa elə qalsın? Avtomatik dəyişir. Yox, avtomatik. Yox, qalır. Yox, manual dəyişmək lazımdır. Əllə deməli dəyişir. Mən burada şablon yaratmışam da. Biri tutaq ki, birinci şablon 180. aha, verir şeyi, H1-i, ikinci şablonu veririk M5-ə. Aha. Şablon kimi veririk də, yəni dəyişdik. Çünki bu parametrlər 1080-dır. 1080 dənə şamın hesablanmasıdır. İndi məsələn bax burada qrafikdə baxdığımızda H1 sayılır, M5 sayılır. Yox. Parametrlərə görə H1 sayılır. Yəni